Ezelden nur alıp güdüret elinden, oğlu uzun geldi neslinden. Başına koyduğu 12 dilim, ot tuttu köz saldı hakkın sesinden. Tacı Heyderidir, gayret tacıdır, zulmün gelimidir, küfrü dağıdar. Şahdır o, sultandır o, hakkın kuludur. Türklüğün Polat kolu, Turan yoludur. Adalet kılıncı, İslam bayrağı, mezlumun penahı, Ulu Şeyh Heydər. Rüyasında gördü dilsiz bir şamam, dedi Azerbaycan gözleyir ama. Danışan bozkurttan aldım uçtuluk, dedi dirilecek o uca Turan. Kızılganlarla diçti Erdebil ehli, hak üçün merhamet, haksız azeli. Şirvan ellerinde atını çaptı, düşman yüreğine velvele saldı. Hileger kafirler kaçıp gizlendi, Dərbənd qalasına bir nere saldı. Dilsiz qayalara qızılbaş yazdı, zulümün mezarını andıyla qazdı. Şahdır o, sultandır o, hakkın koludur. Türklüğün Polat kolu, Turan yoludur. Adalet kılıncı, İslam bayrağı, mezlumun penahı, Ulu Şeyh Heydər. Bir kere ucalan bayrak bir daha enmez. Heydər'in yandırdığı bu meşal sönmez. Sultan Ali gelir, İsmail gelir, bütöv Azerbaycan'ın igidi bitmez. Erdebil 1483. 1483-cü ilin erkən baharı, Erdebilin üzərində sanki dumanlı bir səma asılıb. Savalan dağının zirvələri hələ də ağ örpəyini çıxarmayıb, lakin ətəklərdəki torpaq artıq oyanmağa başlayıb. Şeyx Heydərin divanxanasında hava ağır və müəmmalıdır. Otağın künclərindəki gümüş şamdanlarda yanan şamlar titriyir, sanki divarlardakı qədim naxışlar bu gecə pıçıldaşan kölgələrin sirrini saxlamağa çalışır. Şeyx Heydər qarşısında açılmış köhnə bir xəritəyə və onun üzərində duran qırmızı möhürlə möhürlənmiş naməyə baxır. Bu namə uzaqdan, İstanbuldan, Osmanlı Sultanı II. Bayeziddən gəlib. Adam, Şirvanşahlar şimaldakı xristiyanları belə üzərimizə qaldırmaqdan çəkinmir. Qohum olduğumuz Ağqoyunluları da həmçinin bizə qarşı ittifaqa vadar edirlər. O zaman bizim də quracağımız
Yeni ulu dövlət üçün yeni güclü müttəfiq axtarmaq haqqımızdır. Birinci hissə Osmanlı naməsi və Nurun ittifaqı. Şeyx Heydər masanın arxasında əyləşib. Onun başında 12 dilimli qırmızı çalma parıldayır. Hər bir dilimi bir imamın eşqini, hər rəngi isə tökülən qanların müqəddəsliyini simvolizə edir. Onun yanında sadiq dostu, silahdaşı, sağ əli Hüseyin bəy Şamlı dayanıb. Bax Hüseyin elə. Sultan Bəyazid mənə namə göndərib. Atası Fatih Sultan Məhəmmədin vaxtındakı o soyuqluq artıq arxada qaldı. Bəyazid məni nurun və türkün dirçəlişi kimi salamlayır. O ağ qoyunlu taxtında oturan Yaqubun hərəkətlərindən, ağ qoyunlu sərkərdələrinin bölgədə güclənməyindən narahatdır. Mürşidim, Osmanlı sultanının bu diqqəti bizim üçün böyük gücdür. Lakin onların da niyyəti bəllidir. Onlar şərq sərhədlərində güclü bir müttəfiq axtarırlar ki, ağ qoyunluları iki tərəfdən sıxsınlar. Mənə elə bir müttəfiq lazımdır ki, qəlbimdəki o nuru görsün. Hüseynlərə. Sultan Bəyazid mənimlə gizli görüşmək istəyir. O yaxşı bilir ki, mən sadəcə bir dərviş deyiləm. Mən Azərbaycan məmləkətinin ulu xanədan qonucusuyam. Biz öncə türkük, sonra müsəlman. Bu birlik gələcəkdə bütöv bir coğrafyanın taleyini dəyişəcək. Şeyxim, Təbriz sarayı bu namədən xəbər tutsa, Sultan Yaqub bunu xəyanət kimi görəcək. Sizin aranızda qohumluq bağı olsa da, taxt qanunları daha sərtdir. Yaqub artıq lələsi Süleyman Bicanoğlu'nun və anası Səlcuq Şah bəyimin əlində bir alətdir. Onlar mənim nurumdan qorxurlar. Lakin Bəyazidlə olan bu gizli sövdələşmə bizim zəfər sancağımızın başlanğıcı olacaq. Naməni qatla və Sadiq Qazidə tapşır. Biz onunla görüşməyə hazırıq. İkinci hissə Diyarbəkirin kölgəsində gizli and. Diyarbəkir Uzun Həsənin qədim və möhtəşəm iqamətgahı. Sarayın arxa bağçasında kölgəli bir talvarda iki kölgə tərpənir. Biri Uzun Həsənin Trabzon İmperatorluğu nəslindən olan həyat yoldaşı Despinə Xatun, Teodora, digəri isə Ağqoyunlu dövlətinin hərbi gücünün rəmyi Süleyman bəy Bicanoğludur. Despinə Xatun qocalmış olsa da, hələ də o Bizans imperatorlarına məxsus əzəməti və iti ağlı qoruyub saxlayıb. Süleyman bəy, eşidirəm ki, Təbrizdə mənim qızım Aləmşahın və onun övladlarının əleyhinə fitnələr qurulur. Səlcuq Şah bəyim və o Şirvanlı gəlin Gövhər Sultan sarayı öz oyunlarının mərkəzinə çeviriblər. Onlar hər gün Yaqubun qəlbinə zəhər axıdırlar. Haqlısınız xanımım. Mənim qızım Selcanın gözyaşları hələ də bağı şimalın güllərini isladır. Yaqub məni öz lələsini kəmara itəliyib. O, Gövhərin hiləgər baxışlarına məftun olub. Səlcuq Şah bəyim isə yavaş-yavaş dövlətin təməl daşlarını sökür. Mən sənə bir xəbər verməyə gəlmişəm. Arxandayam. Dövləti bu Şirvanlı gəlinin və Yaqubun yeyifliyindən xilas etmək lazımdır.
Səlcuq şahı və Gövhəri o taxtdan salmağın vaxtı çatıb. Mənim mənəvi gücüm və sənin qılıncın birləşsə, Təbriz yenidən bizim olacaq. Sizin sözünüz mənim üçün mərhum ulu xaqanımız Uzun Həsənin vəsiyyətidir Ülya Həzrət. Qoy bu gizli ittifaq bizim andımız olsun. Mən Təbrizə qayıdıb tikanları hər yerə səpəcəyəm. Qızıl gül verildi, amma onun qanadacağı barmaqlar Gövhər və Səlcuq şahın barmaqları olacaq. 3-cü hissə. Məşq meydanında yeni bir aslan. Ərdəbil qalası yaxınlığında geniş mürid düşərgəsi. Hava hələ tam işıqlanmayıb. Toz və polad səsi havada bir-birinə qarışır. Şeyx Heydər bir təpənin üstündən aşağıdakı məşqi izləyir. Meydanın ortasında əlində gümüşü qılıncı olan 14 yaşlı bir gənc. Sultan Əli bir neçə təcrübəli qızılbaş döyüşçüsü ilə vuruşur. Sultan Əlinin hərəkətləri bir qartal süzüşünə bənzəyir. O çevikdir. Hər zərbəni havada ikən dəf edir. Onun üzündə anası Aləmşah bəyimin zərifliyi, lakin atasının sarsılmaz baxışları var. Qılıncların toqquşmasından çıxan qığılcımlar onun qırmızı çalmasını bir anlıq daha da parlaq göstərir. Görürsənmi Hüseyin lələ? Sultan Əli artıq bir müriddir. O bir sərkərdə kimi yetişir. Onun biləyindəki güc Ərdəbilin gələcəyi olacaq. Artıq bilirəm ki, mənə nəsə olsa, gözüm arxada qalmaz. Allah sizə uzun ömür, can sağlığı versin şeyxim. Əlbəttə, dünya nizamının yaradıcısı o ulu gücün əmri ilə hər şey öz zamanında olur, olacaq. Mürşidim, Sultan Əli sizin nurunuzu özündə birləşdirib. O döyüş meydanında sanki rəqs edir. Onun hər hərəkəti bir duadır. Müridlər ona baxanda artıq yeni bir şeyx görürlər. Sultan Əli sonuncu zərbəsi ilə rəqibinin qılıncını əlindən salır və qılıncının ucunu onun boğazına dayanır. Sonra cəld geri çəkilib atasına tərəf dönüb baş əyir. Bərəkallah, maşallah, sübhanallah, afərin oğlum. Qılıncın kəskinliyi ağlın kəskinliyindən gəlir. Unutma, sən sadəcə qan tökmək üçün deyil, nuru qorumaq üçün öyrənirsən. Sultan Yaqub Təbrizdə ziyafətlər verərkən, sən burada mülkümüzün poladını döyürsən. Bir gün zamanın sahibi zihur edəndə, sənin bu qılıncın onun ən böyük dayağı olacaq. 4-cü hissə. Təbrizin süsü və Selcanın ah naləsi. Həşt Behişt sarayının eyvanı. Sultan Yaqub şair kişvəri ilə birlikdə yeni yazdığı bir qəzəli müzakirə edir. Uzaqda, saray dəhlizində isə Gövhər Sultan, Gövhər Xatun öz sadiq kəniz və casusları ilə pıçıldaşır. Üzündəki hiləgər ifadə Təbrizin aydın sabahına kölgə salır. Sasan ağaya xəbər göndərin. Atam Fərrux Yasarın dediyi kimi, Təbrizin ürəyi artıq mənim ovcumdadır. Yaqub şeirlərə dalarkən, biz sarayın hər dəhlizinə Şirvanın gözlərini yerləşdirdik. Amma o qoca Səlcuq şah bəyim, o hələ də mənə şübhə ilə baxır. Bu zaman başqa bir küncdə, kölgədə dayanan Selcan Xatun bu mənzərəni izləyir. Onun dodaqları titriyir, əli isə gümüş kəmərindəki gizli xənçərinə gedir. Mənim taxtımı aldın, Yaqubun qəlbini aldın. Amma bil ki, Şirvanın gəlini, bu sarayın daşları sənə yad qalacaq. Atam Süleyman bəy gələndə sənin bu hiləgər səltənətin yerlə yeksan olacaq. Son hissə. Fırtınadan öncəki sükut. Qaranlıq bir dağ keçidində iki böyük türk soyunun gizli elçiləri görüşür.
Onlar qarşılıqlı olaraq üzərində Osmanlı tuğrası və Səfəvi nişanı olan bir qızıl üzük mübadilə edirlər. Hökümdarlar tarixin özünü yaratır. Şairlər isə onların gördüyü işləri qələmə alırlar. Lakin bizim yolumuz həm tarix yazmaq, həm də nuru gələcəyə ötürməkdir sultanım. Bu il həm qanla, həm də yeni ittifaqlarla xatırlanacaq. Şeyx Heydər, razılaşdığımız kimi Anadoludakı Bəktaşilər, Ələvilər, Şiyələr və Sufilər artıq mənim himayəmdə olacaq. Bu barədə heç bir narahatlıq olmasın. Sən də Azərbaycan torpaqlarında güclən. Uca davanda daima dəstəkçinəm. Şirvan və Ağqoyunlu yolumuzdan çəkiləcək. Ərdəbil və İstanbul daima müttəfiq olacaq. Baxışırlar. Hər iki hökümdarın gözlərində yeni gələcək arzusu və Turan ideyasının alovu parlayır. Amma sonra sanki bu gecə Təbrizin, Ərdəbilin və Diyarbəkirin üzərinə qara buludlar çökdüyü hiss olunur. Böyük savaşın baş döndürücü qoxusu artıq gəlməkdədir.